Kəsə salam, əziz dostlar. Bu gün Sana ilə bərabər mini talk show edəcəyik və mövzumuz panikasız viza Kanadaya. Kanada səfirliyi Azərbaycanda olmadığı üçün hər şey onlayn gedir prosedur. Ona görə gəlmə müddətləri fərqlidir. Bəzən olur kimsə gəlir ki, mən qonşumla bərabər müraciət elədim. Eyni cürə etdik, eyni sənədləri yüklədik. Yəni bütün prosedur eyni gedib də, amma ona 3 günə gəldi. Mən 3 aydır gözləyirəm. Ona görə maraqlandırır ki, niyə belə olur da? Birinə 1 günə gəlir, birinə 3 aya gəlir, hətta daha çox da ola bilər. Səncə səbəb nədir Bu bunlara? hər kəsin eşitdiyimiz suallardır. Çünki hər kəs bu sualı verir. Bu biraz belə deyim sizə, sənədlərin yüklənməsindən, həmçinin fərqli ofisərə düşməkdən asılıdır, fərqli hər hansı bir ölkələrdən olmasıdır və bir növdə bu lotereya kimi bir şeydir. Ola bilər ki, məsələn, sizə 1 günə gələ bilər viza cavabı, ola bilər digərinə 1 aya gələ bilər. Bu təcrübəmizdə də olub. Yəni son bir vaxtlarda elə müraciət etdiyimiz tələbələrdən yadınızdadırsa, müraciət etdiyimiz tələbə ailəvi müraciət idi, 4 ailə üzvü idi. İkisinə eyni gündə gəldi. İkisinə tamamilə fərqli bir gündə gəldi vizanın cavabı. Yəni eyni ofisərə düşməyə də bilərsiniz. Fərqli də ola bilər. Yəni eynisinə də düşə bilərsiniz. Məsələn, onsuz da zaten özünüz də bilirsiniz. İllər bundan öncə necə idi? İndi məsələn vizaların cavabları daha tez gəlir. Əvvəllər məsələn hər kəs 1 il gözləyirdi, 8 ay gözləyən var idi, 4 ay, 5 ay çəkirdi, amma o tamamilə indi bu dəqiqə günlərə çevrilib. Məsələn, 1 həftəyə, 10 günə, maksimum indi 1 ay, 2 ay çəkir vizaların cavabları. Düzdür. Hətta mən xatırlayıram bir dəfə 2022-nin sonları idi, 2023-ün əvvəllərində bir şəxsə müraciət etdik təhsil vizasına. Məncə 2022 idi. Təhsil vizasına müraciət etdik, ailəvi idi. Onda da onsuz da doğrudan 6-7 aya qədər gəlirdi də, cavablar tez gəlmirdi. Nadirən olurdu ki, tez gəlsin, sevinərdik. Hə, nəysə 3-4 ay, 5-6 ay gözləyirik, yazırıq, formları açırıq. Nə eləmirik də, bir cavab əldə edə bilmirik. Axır həmin insana ən son yadımdadır ki, onun vizasını digər əməkdaş etmişdi. Ən son yadımdadır ki, artıq yazdı ki, yəni mənə ya müsbət, ya mənfi bir cavab verin də. Mənim təhsilimə müraciət etmişəm. Hər dəfə də semestr dəyişirik və ona imtina gəldi. İnsan 1 il gözlədi, 1 ildən sonra imtina gəldi. Yenə də heyfsilənmə. Yaxşı tərəfi o idi ki, özü də çox pozitiv insan idi. Bizim də sözümüzü belə deyək də dinləyirdi. Bərabər belə yaxşı anlaşırdıq. İkinci dəfə müraciət etdik, 1 həftəyə cavab gəldi. Olur. Yəni bu hallar ki, çox olur belə bir şeylər. İndi şükürlər olsun 1 aya qədər cavabı verilir. İstər müsbət, istər mənfi. Ona görə onu yaxşı vurğuladınız ki, ailə üzvləri eyni anda müraciət edə bilər, fərqli ofisərlara düşə bilər. Yəni bir akkaunt üzərindən bir neçə ailə üzvü müraciət edibsə, o demək deyil ki, eyni ofisər yoxlayacaq. Ona görə bir növ şans məsələsidir. Yəni bəxtinizə hansı ofisər düşdüsə, nə qədər tez cavabladısa, eləsi var detallı yəqin yoxlayır, eləsi var baxır ki, hər şey əladır, buna viza verək. Qeyd edə bilərəm sizə ki, bəzi hallarda nəyə görə də gecikə bilər. Məsələn, elə olur ki, biz sənədləri yükləmişik. Bəzi elə sənədlər var ki, onlar tələb olunmadığı halda viza sənədlərinə yüklənilmir. Məsələn, bir tələbə var ki, profili çox doğrudan yaxşı idi. Viza alma şansı doğrudan yüksək olan tələbə idi və bütün sənədlər yüklənilmişdi. İş təcrübəsi çox idi, sertifikatları çox idi. Üstündən bir nə qədər müddət keçdi, 2 ay, 3 ay keçmişdi və bir sənəd tələb olundu. Bu sənəddə CV idi. Yüklədik, həmin CV-ni yükləyəndən 1 gün sonra vizasını verdilər. Yəni ona görə yoxlamaq lazımdır. Bəzi hallarda çox yaxşı yoxlayırlar sənədləri ki, bu zaman alır, detallı yoxlanır. Bəzi hallarda da ki, bəlkə də gərək durmurlar bu qədər yoxlamağa. Məncə vizanın biraz da düzgün etaplı edilməsi, yəni belə deyək də müəyyən indi orada sıralama var da, adi sənədlərin belə dayanma sıralaması var və s. Bunların hamısını düzgün əməl etdikdə yəqin ki, viza ofisərinin də işi daha rahat olur yoxlamaqda, nəinki axtarma. Məncə bəlkə də bu da imtina səbəbi ola bilər. Məsəl üçün düzgün sıralamada edilmir və insan yəni baxmalıdır da. Onların da müəyyən bir müddəti var da, hansı müddəti yəqin ki ayıra bilərlər də bir şəxsin vizanın yoxlanılması. Baxır ki, bu burada yüklənib, o səhvdir deyir, verək imtina getsin. Bunun növbəti sualda daha aydın şəkildə danışarıq. Çünki bu biraz dərin mövzudur. Növbəti sualımız nədir?
Bir, təcrübəli viza mütəxəssis kimi belə deyək, sual verək ki, ən çox səncə indi hər şeyi əsaslandırmayaq da ofisiantın keyfinə, istəyinə və Bəli, sairə. əlbəttə ki. Ola bilər ki, keysdə hər hansısa bir səbəb səhvlər edilir. Bu o nəticəyə gəlib çıxır ki, imtina verilir. Səncə ən çox səbəb nə ola bilər imtina verilməsində? İmtina səbəblərindən, başlıca səbəblərindən biri odur ki, sənədlərin düzgün formada yüklənilməsi. Sənədlər düzgün formada yüklənilmədikdə, çünki vizanın özünün standartı var. Bu yüklənilmədikdə imtina səbəblərindən ən başlıca nüansı budur. Gəlin belə bir şey deyim. Viza müraciət edəndə application formları olur. Bu formları yaradanda, məsələn, mən bu gün bir viza müraciəti bir gün çəkmir. Yəni minimum 2-3 gün çəkir. Baxır bu sənədlərin çoxluğundan asılıdır bəzi hallarda. Tək müraciətdən söhbət gedir ki, 2-3 gün. Ailəvi müraciət daha uzun çəkə bilər. Bu ailə üzvlərinin sayından asılıdır. Viza müraciəti bugündən application-ı başlatmışıqsa, məsələn, onlarda tarixlər olur. Hansı ki, sənədlərin özlərinin tarixləri olur. Məsələn, bugünün tarixinə uyğun olaraq yazırıq. Amma submit edirik 3 gün sonra. Bəzi hallarda bu nüanslara rast gəlmişik ki, 3 gün sonra submit olunan sənəd application açılan tarixdə qalır və submit olunan tarixi dəyişmirlər. Bu mütləq şəkildə ən önəmli nüansdır və bəzi hallarda da ki, imza atılmalı yerə imza atmırlar, imza atılmayan yerlərə imza atırlar. Bu nüanslar. Onu bu yaxınlarda görmüşdük. Bəli, Xatırlayırsan ona bir görə- nəfər gəldi, özü fərdi şəkildə viza müraciət edib. Çox gözəl, yəni bir söz deyə bilmərik. İnsan öyrənir, baxır, özü müraciət etmək istəyir. Bu normal bir haldır. Amma viza müraciət edib və soruşuruq ki, hansı formada etmisən? İmtina alıb. Xanım, hansı formada etmisən, nələr etmisən və s. Sual verdikcə görürük ki, sadəcə düzgün eləməyib, sənəd belə yükləməyib. Bəzi hallarda elə olur ki, tələbələr bildirirlər ki, nə var ki orada, nə edirsiniz ki? Yəni sadədir, rahatdır, application-ı yaratdın, getdi. Xeyr. Məsələn, elə şəxsin özü müraciət eləyib, yəni ona suallar verdikcə məlum olur ki, yəni sadə deyil. Çünki onun nüansları var ki, nəyi necə etmək lazımdır. Sənədləri soruşuruq ki, filan sənədləri yükləmisiniz, bu lazımdır, bu lazımdır. Deyir, xeyr. Orada hara yükləyəcəm ki mən onu? Əlbəttə ki, orada onu sən yükləyə biləcəyiniz yeri görmürsüz. O sənədlər üçün xüsusi yerlər olmur yükləməyə. Bəzi 1-2 sənədlər var ki, onlar üçün yerlər olur. Amma bu sənədləri siz toplum şəkildə yığılır. Yəni təbii ki, bu vizanın özünün standartı var. Ona uyğun olaraq yüklənilir. Əlbəttə ki, orada görməyəcəksiniz bunu. Çünki orada elə onu dedi ki, orada 1-2 dənə yer var idi yükləməyə, mənim sənədlərim çox idi. Yəni əslində yer var, hara yükləmək lazımdır. O sadəcə bilmək lazımdır onu. Onu da sona çox sirləri açmaq istəmirəm. İllərlə təcrübə lazımdır. Yəni bu gün oturdum, bunu etdim deyə bir şey yoxdur. Çünki bunun dərinliklərini bilmək lazımdır. Biz hər edən edirik, baxırıq. Bəli. Bir də görsən ki, Çünki nəsə hər dəfə yaranır, yenilənmələr nüans yaranır, hə. Və o nüansın üzərindən başlayırıq araşdırmağa, öyrənməyə. Yəni daim öyrənmək lazımdır, daim inkişafda olmaq lazımdır. İstənilən şey təkcə vizada deyil. Baxın belə bir şey deyim. Elə olur ki, Azərbaycan vətəndaşları ola bilər, xarici vətəndaşlar ola bilər. Azərbaycan vətəndaşları üçün tamamilə başqa bir şey olur. Xarici vətəndaşlar üçün tamamilə başqa bir sorğular çıxır. Yəni bu nüansların da hər birini bilmək lazımdır. Düzdür. Demək əsas səbəblərimiz budur. Yəni ki, bunlara da diqqət etmək lazımdır. Yenə də aman o demək deyil ki, hər şey ideal ola bilər, hər şey düzgün ola bilər, vaxtında yüklənilə bilər, detallı şəkildə, amma yenə də heç kəs sığortalanmayıb ki, yəni cavabın müddəti gec gələ bilər. Bu normaldır, sadəcə detallı yoxlanılır və s. Yəni bəzən də hətta sistem texniki səhvləri də olur, cavab göndərilib amma yoxdur, yüklənməyib. Yəni nüanslar çoxdur. Əsas odur ki, biz işimizi düzgün görək, düzgün edək, rahat olaq ki, biz tərəfdən hər şey düzgün edildi. Sadəcə qalıb ofisiantın bizə cavab verməsi. Gəl belə bir mövzuya toxunaq da. Hamı istəyir ki, vizaya müraciət edibsən, təbii ki, alınmasını istəyir. Fərq etmir, istəyir təhsil olsun, istəyir turist vizası olsun. Səncə 3 ən güclü tərəflər nədir? Ən çox sən, yəni viza edirsən, cavabları da sən bilirsən. Yəni imtinanı da görürsən, təsdiqi də görürsən, fərqli keyslərin üzərindən keçmisən də bu neçə ildə. Səncə viza verilən şəxslərin, onların ən güclü səbəbi nədir ki, onlara viza verilib? 3 önəmli nüansdan biri. Ən başlıca səbəb motivasiya məktubunun düzgün formada yazılmasıdır, hər bir şeyin vurğulanmasıdır. İkinci önəmli nüans finans, yəni
maliyyə tərəfidir və üçüncü ən önəmli nüans ailə bağlılığı və ölkə bağlılığıdır. Düzdür. Bu mütləq şəkildə, çünki ən çox imtina səbəblərindən biri standart atqaz cavabı olaraq ölkə bağlılığı görürük və ailə bağları olaraq görürük. Bunlar mütləq şəkildə vurğulanmalıdır. Yəni sadə desək, siz ofiseri inandırmalısınız ki, mən gedəcəm səbəbə gedirəm. Kanadaya və qayıdacam. Bəli. Bəli. Və motivasiya məktubuna gəlmişkən, hətta bir çox zaman görürük də yaxınlaşırlar, imtina alanlar, baxırıq köhnə motivasiya məktublarına. Bəzən hətta şablonlar belə düzgün, format belə düzgün qurulmayıb. Orda öncədən məlumatlar gəlməlidir, mövzu yeri düzgün yazılmalıdır, hansı viza növünə müraciət edirsən, ad, soyad və s. Və tutaq ki, istər təhsil olsun, istər turist olsun, sən orada açıqlamasını verməlisən ki, niyə məhz məsəl təhsildən danışırıqsa da, niyə məhz Kanada, niyə məhz bu ixtisas, bu universitet və ya kollec fərq etmir. Yəni bu səni nəyə qazandıracaq? Sən öz ölkəndə nə fayda əldə edəcəksən də gəlib, çünki az xərc deyil, müəyyən qədər büdcə ayrılır, zaman ayrılır. Yəni ofitser də bunu başa düşür ki, sən öz ölkəndə və yaxud öz sənə yaxın olan ölkələrdə daha büdcəli versiyada oxuya bilərsən bu təhsili. Hə, niyə bəs Kanadanı seçmisən? Yəni bu sənə nə qazandıracaq? Ona görə orada düzgün fikri izah etmək lazımdır ki, sizin sonda yekunda nə əldə edəcəksiniz. Amma yenə də olub görmüşük idealdır motivasiya məktubu, hər bir şey. Yəni amma imtina gələndə gəlirdi. Biraz şans. Bəli. Bir nüans da hər dəfə tələbələr deyir ki, mən orada yaza bilərik ki, motivasiya məktubunda mən gedirəm, amma qayıdacam. Hə, bir sözə. Bir sözlə ifadə eləmək. Bir sözə İradə bir şey deyil, əlbəttə ki, onu yazmaq. Elə bir formada yazılmalıdır ki, onu dolayı yolla izah etməlisən. Mən gedirəm və qayıdacam. Hə, burada and içmək keçmir də, yəni ki, vallah qayıdacam keçmir. Yəni ki, əziz izləyicilər, hal-hazırda viza gözləyirsinizsə, səbr edin, pozitiv olun və yaxud bu prosesə başlayacaqsınızsa, müraciət edəcəksinizsə, səbirli olun, narahat olmayın, profilinizi yoxlayın, sənədlərinizi baxın, görün düzgün yükləmisinizsə, əlavə sənədə ehtiyacı varsa yükləyin. Yəni belə bir dəfə imtina almaq o demək deyil ki, mən heç vaxt viza almayacağam. Düzdür. Təcrübədə görmüşük. 3 dəfə, 4 dəfə imtinadan sonra viza alan, hətta 5 dəfə imtinadan sonra viza alan. Yəni əsas odur ki, sizə imtina səbəbində yazırlar da hansı maddə ilə imtina verilib. Əgər orada ciddi bir maddə yoxdursa və yaxud ban qoyulmayıbsa, bu halda heç bir qorxusu yoxdur. Siz ürəyiniz istədiyiniz qədər göndərə bilərsiniz. Hər dəfə göndərəndə hər dəfəsində fərqli ofiseri yoxlayır və fərqli belə deyək də prizmadan baxıb dəyərləndirir. Yəni bir ofiser ola bilər ki, sizə imtina verib, sizdə şübhəli hal görüb, amma digər ofiseri siz inandıra bilərsiniz. Əsas odur ki, məqsədimizdən əl çəkmirik. Pozitiv olun. Bəli, pozitiv olmalıyıq. Belə, növbəti dəfə mən düşünürəm, danışarıq daha çox təhsil vizasından. Çünki təhsil vizası bu sadə bir viza deyil, bu böyük qapıları, böyük uğurları açan bir viza növüdür. Ondan ətraflı şəkildə danışarıq. Əgər sizə də maraqlı olan mövzular varsa, hansına ki istəyirsiniz ki biz toxunaq, daha çox danışaq o barədə, müəyyən sirləri açaq, onda şərhdə yazın, o barədə danışacağıq. Bizi izləmədə qalın. Bu videonu da dostlarınızla bölüşün. Kimlər ki vizaya müraciət edib və yaxud edəcək, planlaşdırır. Kimlərə ki bu mövzu maraqlıdır, sizdən paylaşmaq, bizdən isə danışmaq, belə deyək. Hər kəsə uğurlar.